Dədə axşamınız xeyir. Üzrlü sayın bu vaxtı garajda video çəkirəm sizə. Bir dənə müştərim bu gün yaxınlaşıb, həm müştərimizdir, həm dostumuzdur. Yəni tez-tez gəlib bizim obyektə gedən adamdır. Deyir, məkanların birində oturub Yasamal tərəfdən, Elmlər tərəfdən, dəqiq yadımda deyil. Qəlyançıya dedim ki, dədə ağır bir qəlyan uzat da mən. Zaten ağır elə. Qəlyançı da deyir, bilmədim məndən prinsipə düşdü, nə eləmədi. Deyir, qəlyan stola düz 35 dəqiqəyə gəldi, 40 dəqiqəyə gəldi. Qəlyanı çəkən kimi hiss elədim ki, qəlyan dəmdə çox qalıb. Çox ehtimal verirəm ki, mən o qəlyanın içində premium tütün az olub və ya heç olmayıb. Sadəcə qəlyançı o tütünü sıxıb, basıb, presləyib çaşkanın içinə. Qəlyanı dəmdə çox saxlayıb. Qəlyan həddindən artıq dəmdə qalıb. Gördük ki, acılaşıb. El arasında başı çıxmayan adamlar üçün desək, qəlyan ağırlaşıb. Əslində o ağırlıq deyil. O əslində ağırlıq deyil. Qəlyanın həddindən artıq çox dəmdə qalması, qəlyanın tütününün preslənməsi, kaloda yapışdırılmağı, qəlyana həddindən artıq çox istilik vermə. O sadəcə sizin boğazınız üçün ziyanlı şeylərdir. Mən bu qəlyanın ağırlığı məsələsini öz səhifəmdə video çəkib izah eləmişəm ki, qəlyanda ağırlıq 3 cür olur. Aroma, çəkim və nikotin. Bunların heç bir qaydasında, yəni düzəltmək qaydası dəyişmir. Yəni qəlyanın narmasında insan boğazına zərəri olmayacaq dərəcədə düzəltmək lazımdır ki, sabah bir gün fəsadlara yol açmasın. Çünki normal qaydada düzəlməmiş qəlyan insan həm sağlamlığı üçün təhlükəli, həm boğazda xüsusi problemlər yaradır. Bəzi məkanlarda gedirsiniz qəlyan çəkirsiniz, bilirsiniz ki, o ağırdır. Əslində o qəlyan ağır deyil. Sadəcə səhv üsullarla boğazınıza yaradılmış bir təzyiqdir və sizin sağlamlığınız üçün yaradılmış bir təhlükədir. Ona görə qəlyanı harda çəkdiyinizə mütləq normal şəkildə fikir verin ki, hər yerdə oturub qəlyan çəkməyin ki, sabahsı gün sizin sağlamlığınız üçün problem yaratmasın.